oynayır. Saç dibində olan problemlərdən deməli el dilində balyaçkalar deyilir, ona dəmirova bənzər ekzematik problemlər olur ki, burada da elə dəmirobotun öz dəmləməsindən istifadə etmək olar. Normal qaydada bir xörək qaşığı dəmirovu 200 qram suda demək isladılır, sonra dəmlənir və həmin o deməli yara olan nahiyə gündə 2 dəfə işlədilir. Bundan sonra artıq müəyyən bir vaxt keçdikdən sonra əgər yenidən görülsə ki, orada irinciklər var, antibakterial vasitələri həmin dəmləmədə həll edib yaranı işlətmək olar. Bir də bilirsiniz, yəqin ki, razılaşarsınız, saçların da, dərinin də sağlam olmasında qidanın da rolu böyükdür, elə deyilmi? Necə qidamızda nələri biz daxil etməliyik? Əhliyə xanım. Bilirsiniz, Sevinç xanım, keçən verilişimdə siz məni dəvət eləyəndə mən bir neçə riayətlərə dedim ki, xanımlar onu riayət eləsələr, onların vücudları da, dəriləri də saf olar. Bugünkü mən istəyərdim bir neçə məsləhətlərimi verim ki, əgər hər bir insan yuxudan durduqda, güzgüyə baxdıqda desə ki, mən sağlamam, mənim hər şey məndə yaxşı alınacaq, özünə pozitiv bir energiya versə, mənə elə gəlir ki, gün ərzində onun bütün işləri yaxşı gedər. Sonra özünü, bugünkü işi sabaha saxlamaq olmaz. Hər işin, məsələn, öz vaxtında eləməlidir. Dəqiq qidaya mütləq fikir verməlidir, düzgün qidalanmalıdır. Hər bir nahardan qabaq və yaxud günorta yeməyindən qabaq, arada yeməklər qatışdırıb olmaz qatışdırmaq bunu. Sonra isə mütləq hər bir insan, hər bir qadın, ən çox da bu qadınlara aiddir, problemləri özlərinə qlobal bir şeyə çevirməməlidir. Məsələn, kişiyə qaldıqda kişi problemi özü çalışır, həll etsin. Ailəyə onun aidiyyatı istəmir yükləsin ailəsinə. Amma qadınlara biraz fərqlidir. Qadınlar çalışırlar o problemi həm uşağınla da belə ötürürlər hardasa. Hamıya verirlər o problemi. Ona görə gərək problemi, hər şeyi problemə çevirməsinlər. Hansısa bir hobbi tapsınlar özlərinə. Məsələn, tək bu ev işi olmasın. Bu hansısa bir hobbi ilə də özünün başını qatmalıdır. Mütləq energiyasını çıxartmalıdır. Çünki insanda həm o yaxşı energiya da olur, pis energiya da olur. O mütləq insanda gün ərzində çıxmalıdır o energiya. Və həmişə təbəssümlü olsun insan. Mənə elə gəlir ki, insan təbəssümlü olanda o ətrafa da o məhəbbətini verə bilir və o məhəbbəti qarşılıqlı ala bilir. O ki, qaldı düzgün qidaya, sözsüz ki, hər şey qidadan da asılıdır. İnsan düzgün qidalananda, məsələn, bu otlardan istifadə etməlidir. Tutağım deyək də, məsələn, böyrəyi ağrıyırsa, bağırsaqlarında problem varsa. Məsələn, mən özüm kosmetologiyada hər bir üzündə olan problemli xanımlara, məsələn, olan və yaxud da insanlara məsləhət görürəm çoban yastığın, Kamil məndən razılaşar. Hər səhər tezdən ac qarnına yarım stakan, məsələn, çoban yastığını dəmləyib içmək və yaxud da bu nə verəcək bizə? O mədə bağırsağı təmizləyəcək. O mədə bağırsaq təmizlənəndə üz də başlayır yavaş-yavaş təravətlənməyə başlayır. Ondan da bərabər sözsüz ki, kimyəvi indi bu kremlərdən də istifadə etmək lazımdır, təmizləyici vasitələrdən istifadə etmək lazımdır. İndi hamı dənizdən qayıdır. Dənizdən qayıdanda günün şüası sözsüz ki, dəriyə çox təsir eləyib. İndi gün yaxşı təsir də eləyir, pis təsir də eləyir. Məsələn, xanımlarda ləkə əmələ gətirir, sızanaqlar, bir də görürsünüz, o zakuporka por deyilir, o sızanaq, məsamələr bağlanır, hansısa bir günəş qorucu kremlərdən istifadə eləyirlərsə, masajlı kremlərdən istifadə eləyirlərsə, onlarda o poralar bağlanır məsamələr bağlanır və iltihab prosesi gedir. Onda sözsüz ki, yenə də biz öz məsləhətlərimizi görürük ki, necə düzgün onları götürmək lazımdır aradan. Biz üzün dərisinin açılması üçün, sızaqların belə deyək də qurudulması üçün siz nə məsləhət görürsünüz, doktor? Üzün dərisi çox adamlarda baxanda görürsünüz ki, sarı rəngdə, ya yaşıl rəngdə, ya qara boğunuq rəngdə, bəli, boğunuqdur. Bu, belə bir söz var, deyir ki, dil mədə-bağırsağın güzgüsüdür. Mən də deyərdim ki, sifət insanın özünün güzgüsüdür. Bütün insanın tamlıqda güzgüsüdür. Yəni, ona dəlalət eləyir ki, bu adamda mədə-bağırsaq həzm sistemində
problemləri var və yaxud da qan yaradıcı sistemdə problemlər var. Amma biz bunu əsas götürürük deməli öd, qaraciyər, mədaltı vəz və yoğun bağırsaq bayaq dediyim intoksikasiya problemləri. Burada mən tamaşaçılara bir sadə bir necə deyir, yol göstərirəm. Yəni çox çətin bir şey deyil. Burada deməli qırpboğum. Qırpboğum, bəli. Çox gözəl effekt verir. Rəngin yaşıl, sarı olmağında. Və yaxud yəni qırpboğum üzün dərisinin rəngini açır. Tək dəmlənib içilir bir ay ərzində, təklikdə. Qırpboğum. Və yaxud bu yenə sadə bir şey, deməli solma çiçəyi, buna 7'lik ot da deyirlər, öd otu da deyirlər. Bu da bir xörək qaşığı dəmlənib içilir. Mədə, bağırsaq, həzm, nə traktda, nə əncəl problem varsa, öd yollarını da götürür. Çox böyük. Və yaxud da at pıtrağı. Bu burada göstərilib, nümunəsi var, at pıtrağı. Bu da yenə təklikdə. Amma bunlardan da ən önəmlisi, deməli, müqəddəs kitabımızda buyurulub Tün surəsində. And olsun zeytuna və əncirə. Zeytun elə bir şey olub ki, qədim İspaniyada pul vahidi olub. Yəni təsəvvür edin ki, bu Quranda bizim dəfnədir, xurmadır və o cümlədən də zeytun. Çox gözəl bir şeydir. Bu zeytun yağıdır, limon böyük önəm verməliyik. Saçın dibinə vurulmaqda da, saxlamaqda da və içilməkdə də. Deməli, 150 qram limon şirəsi sadə bir reseptdir. 150 qram zeytun yağı və deməli 150 qram da demək zeytun şirəsidir, bal, təmiz bal. Bunlar qarışdırılır. Onlardan deməli bir desert qaşığı gündə 3 dəfə səhər yeməkdən əvvəl qəbul olunur. Təsəvvür edin, burada üzün rəngi nə? Bütün kör tüvaş, yəni orada öd, qaraciyər, mədaltı vəz, nə problem varsa hamısı təmizlənir və üzün rəngi də öz rəngini alır. Gəlin xanımları nəzərinə çatdıraq. 150 qram zeytun yağı, 150 qram zeytun yağı, 150 qram bal və 150 qram limon şirəsi. Bunlar çox gözəl bir şey. Bu hətta orqanizmada şlaqların təmizlənməsi, duzların təmizlənməsi, böyrəklərində daş varsa o da əriyəcək, kristal varsa o da təmizlənəcək. Yəni çox böyük yüksək effekt vermiş olacaq. Amma burada bir önəmli də var bu müalicə metodlarının içində. Məsələn, bu lavanda bitkisidir. Çox qiymətli bir bitkidir. Bu, deməli, saçın saxlanmasında yerli müalicə kimi və onun yağından da vannalara çox gözəl effekt verir. Bu, qadınlar üçün gigiyenik olaraq məsləhət görərdim ki, ayda bir dəfə çiçək vannaları. Çox sadə, məsələn, deyək ki, çoban yastığı, kək otu, toz ağacı, yəni çox sadə bir şey. Bunların qarışığından və bir də dəmrov otu. Əlavə üstə gələk, bura bir də ən güclüsü yatıq qanqal. Çerada deyərik, bu adından tanınır. Yəni yatıq qanqal. O qədər gözəl önəmi var. Maddələr mübadiləsini qaydaya salacaq. Orqanizmada toksiki, allergik, medikamentoz şlaqlar dəri ilə xaric olacaq. Əsəb, nervi, stres varsa götürüləcək. Yəni çox böyük, həm gigiyenik, profilaktik, həm də böyük müalicəvi əhəmiyyət və tükün saxlanmağında böyük önəmi var. Önəmi var. Çox sağ olun, təşəkkür edirik bir daha studiyamıza gəldiyinizə görə, maraqlı məsləhətləriniz üçün. Yəqin ki, xanımlarımız faydalanacaqlar sizin verdiyiniz bu məsləhətlərdən, dəyərli məsləhətlərdən. Bizə fürsətdən istifadə edib artıq sabah bütün dünya müsəlmanları Ramazan bayramı qeyd eləyəcəklər. Allah orucunuzu qəbul etsin, əziz tamaşaçılar deyirik. Sağ olun, salamat qalın və sonda sözü verəcək yenidən musiqiyə. Thank you.